Salam hörmətli izləyicilərim, hamınızı salamlayıram. Bugün sizə belə bir çox asan toxunan bir naxışın toxunmasını istəyirəm göstərim. Bundan da jilet, ceket, papaq, nə istəsəz toxuya bilərsiniz. Uşaq üçün, böyük üçün. Toxunması da çox asan bir naxışdır. İlməkləri bura 4-4 yığıram. Mən indi sizə bu iki naxışın toxunmasını göstərəcəm. Bunun üçün burada 1, 2, 3, 4, 5, 20 ilmək yığacağım. Hərəsi 4 ilməkdir. Milimin üstünə. Sapımdakı bu 350 metrəlik sapdır. Bunu mən 2 qat eləmişəm belə. Qalın olsun deyə. Kim istəyir nazik də toxuya bilər. İndi mən həmin naxışı nazik sapla toxuyacağım. Özünüz görəcəksiniz. Hansını istəsəz, hansını istəsəz onunla da toxuyarsınız. Nazik ya da qalın. Hansı xoşunuza gəlsə. İndi mən bura yığmışam milimin üstə 20 ilmək. Burada rezinka toxuyan deyiləm. Hamısını tərs toxuyacağım. Birinci sıranı, 2 sıra tərs toxuyacağım. Birinci sıra olduğuna görə birinci ilməyini də toxuyuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. Ki naxış əyilməsin deyə 2 sıra toxuyuram. Siz rezinka hissəsini toxuyarsınız, ürəyiniz necə istəsə elə də. Mən bunu elə belə burada göstərmək üçün 2 sıra tərs toxuyuram ki, naxış əyilməsin də düz dayansın. Bura indi düz üzüdür. Düz üzdən də bütün ilməklər hamısını tərs toxuyuram. Axırıncı kənar ilməyi də bunu da tərs toxudum. İndi tərs üzdən yenə bütün ilməkləri hamısını tərs toxuyuram. Birinci ilməyi götürürəm, qalan ilməkləri tərs toxuyuram. Axırıncını da yenə tərs toxudum. İndi bura düz üzüdür. Düz üzdən indi bir kənarı götürürəm. Buradan 4 ilmək tərs toxuyuram. Kənar ilməklə bir yerdə. 2, 3, 4. Kənarı da saydım. 4 ilmək. İndi burada bu 2 ilməyi arxa tərəfindən götürürəm 1 ilmək. Sonra bu 2 ilməyin içindən 1 ilmək çıxardım. Yenə bunun yanındakı 2 ilməyin arxa tərəfindən 1 ilmək çıxardım. Sonra həmin 2 ilməyin içərisindən də 1 ilmək. Yenə 4 tərs. 2, 3, 4. Burada yenə də bu 2 ilməyin arxasından götürdüm. 2 ilməyin içindən sonra 1 ilmək çıxardım. Yenə bu 2 ilməyin arxa tərəfindən 1 ilmək çıxarıram. Sonra bu 2 ilməyin içindən 1 ilmək. Yenə bu kənardakı 4 ilməyi tərs toxuyuram. İndi tərs üzdən bu üzdəki tərslər bu üzdə düz olur. Burada 2 götürdüyüm ilmələri bu üzdən bunları tərs toxuyuram. Bu yüzden de 4 düz olur. Bunları tərs toxuyuram. 4 tərs.
Yine 4 düz, 2, 3, 4 düz, yine 4 ters. Yine 4 düz. Bu düzler onsuz da belə baxanda görünür. Hansı düz olduğu görünür. Kenardaki ters toxuyuram. Formada. İndi buradan yine bir sıra toxuyuram. Naxış özün göstərsin. 2, 3, 4. 4 ters. Yine burada 1, 2. 2 ilmenin arka tarafından götürdüm. Sonra həmin ilmələrin içindən bir ilmek yine. Burada da yine 2'den 2 dəfə eləyirəm də. Bu 2 ilməni yine arka tarafından götürüp sonra 2 ilmenin içindən bir ilmek çıxardıram. Yine 4 ters. 2, 3, 4 ters. Yine de burada bir 2 ilmek var. 2 ilmenin arka tarafından götürüp sonra içerisinden 2 ilmenin içinden bir ilmek çıkardım. Bu 2 ilmeği de yine arka tarafından götürdüm. Sonra 2 ilmeğin içinden bir ilmek çıkarttım. Sonra yine 4 ters. Ters üzden indi tersler ters, düzler de düz yine. Dört, 1, 2, 3, 4 ters. Yine 4 düz, 1, 2, 3, 4 düz. Yine 4 ters. 1, 2, 3, 4 ters. Yine 4 düz. 2, 3. Bu dördüncünün de kenar ilmeği olduğuna göre ters toxudum. Böyle formada bir naxış alınır. Burada dəyişmirik də hiçbir şey. Tersler ters olur. Bunları da ki her sırada 2 ilmekləri toxuyuruq. Naxış bu ilməklərdən əmələ gəlir. Bu əvvəl toxuduğumdur. Bu qalın sapını toxumuşam biraz. 2 qatlamışam. Bu nazik sapı. Sağ olun. Gələn videomda görüşənə qədər.